Salam değerli dostlar, değerli müşteriler. Qarabağ kombisinin təmir üçün yaxşı. Kombinin hissələrini sizə göstərirəm. Fanı sıradan bir fanlardan deyil. Kiçik fanlar bir təsir olunur. Raştını bakı da qeyri bir standart raştını bakıdır. Balı senjörü görürük. Bilmirəm 18 ya da 20 cm kesmə fandır, ana senjördür. İstehsal tarihi deməklə nəsə yazıblar bura. Option baxın belə motorla təsis olunubdur. Gaz valfı da Sigma'da gedər, amma üstündəki Sigma deyil. Qeyri standart bir şeydir. Təzyiq sizlərə göstərim. NTC-ləri volumetr burada rezbalıdır. Amper özü hardan yaraq? Hatta göstərim, buralardadır. Aha, buralardadır. Müştəri komisyonunda problem 3 bar detalda idi. Hansı ki su sızması var idi. Burada bir də nədir adı? Təzyiq düşməsi baş verirdi. Bypassdan deməli ana senjörünün blokun bağlantısından bir də təzyiq daşından sızması var idi. Bunları da təmir elədik, müştəriyə təhvil verdik. Baxın belə, sizin Qarabağ komisyonu təmir ehtiyacı varsa bizə müraciət edərsiniz. Sağ olun.